Aşıq sənətinlə bağlı ikinci tədbir burada keçirilir. Bir bizim Üstad Ozanımız Urfan Əlinin Qübri tədbiri keçirilib və bu dəfə bizim 20-ci əsrin böyük söz adamı, böyük Ozan Nəbi Dilsuzun 140 illik yubileyi ərəfəsində nəşr olunmuş Yaxşılıq bir gündür, solmaz dünyada adlı bu şeirlər kitabının təqdimatına toplaşmışıq. Bilirsiniz, burada toplaşan insanların hamısı saza, sözə, sənətə diqqət kəsilən, sevən, onu bilən, incələyən, bəlkə də məndən artıq bu sənəti burada dərindən bilən insanlarımız var, başqa Nəbi Məlim olmaqla. Bu sənət bizim millətimiz üçün, insanlarımız üçün nədir? Saz nədir? Söz nədir? Bunu gözəl bilirsiniz. Vaxtınızsa bayaqdan bu salonda gəzişirsiniz. O tərəfdə Cənab Prezidentin bir cümləsi var. Bizi bir millət kimi yaşadan, gələcəyə daşıyan dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimiz. Bu ənənələrin başında bizim saz sənətimiz dayanır, bizim aşıqlıq gələməyimiz dayanır. Nə xoş halımıza ki, bugün Azərbaycanda bu gələmək davam eləməkdədir. Gələcək nəsillərimiz bu sənəti sevə-sevə öyrənirlər və ümidvaram ki, gələcəkdə daha böyük deməli işlərə, sənət uğurlarına imza atacaqlar. Nəyin sayəsində? Bu cür ustadların sayəsində. Bu cür ustadlar qoyduqları yolun sayəsində. Məhz bu yol Nəbi Dilsuz kimi şairləri, Nəbi Dilsuz kimi dastan yaradan ozanlarımızın sayəsində yeni nəsillər bir daha bizim keçmiş saz sənətimizi, söz sənətimizi öyrənirlər və daha dərindən öyrənməlidirlər deyə düşünürəm. Bugünkü tədbiri aparmaq üçün sözü böyük məmnuniyyətlə bizim Azərbaycan yazıçılarının yürüsü, çox tanınmış bir şairimiz. Əslən, Kəlbəcərdən olan, yer gəlmişkən mən Nəbi Dilsuzun öz keçmişlə səyahət eləmədim. Çünki onunla bağlı bir video çatımız var, həm də çıxışçılarımız öz çıxışlarından bunu qeyd edəcəklər, tədbirin aparıcısı bu məsələyə dönə qayıdacaq. Ona görə böyük məmnuniyyətlə sözü tədbirimizin aparıcısı Namik müəllimə təqdim edirəm. Eyni zamanda sizlə üzbəsübət Namik müəllimin yanında Yoruz müəllim əyləşir. Bu nəslin, bu şəcərənin uğurla daşıyıcısı və özü də müəllim. Özü də biraz da özünü gizlənən, özünü qanan şair, həm də gözəl şeirlər müəllim. Tədbirlərimizin uğurlar dilinə və sözü və məmnuniyyətlə Namik müəllimə təqdim edirəm. Buyursun. Günaydın, değerli konaklar, hürmetli dostlar, hürmetli Məhərrəm əziz doğmalar, yaxınlar. Hər birinizi bu gözəl gündə, bu gözəl məkanda salamlayıram. Bugün Gəli Dağ Ədəbi Birliyinin təşəbbüsü, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ömrünün tanınmış saz, söz ustadı olan Nəbi Dilsuzun, Molla Nəbi Kəlbəcərli anadan olmasının növbəti bir bölüm münasibəti ilə bu gözəl məclisə, salona cəm olmuşuq. Biz həmişə belə bilən hər vaxtda belə olacağız. Bütün tədbirlərimizdə, məclislərimizdə bizi 30 illik qınaqdan, torpaqlarımızı işğaldan azad edən və canlı torpaqlarımız yolunda qurban verən şəhidlərimizi anırıq. Bugün də belədir.
Sizin hər birinizdən xahiş edirəm ki, şəhidlərimizin əziz xatirəsini verir, şükür və qəbul. Allah rəhmət eləsin. Sağ olsun milletimiz, var olsun memleketimiz. Kəlbəcərin milli kəndində dünya göz açan Nəbi Kərimoğlu erkən yaşlarından yaradıcılığa, saza, sözə meyl eləmiş, könül vermiş, ərəb, fars dillərində yazıb oxumağı öyrənmişdir. Və bütün bunların nəticəsidir ki, klasik ədəbiyyatımızdan bəhrələnən Nəbi Dilsuz iki dastan bağlamışdır. Dilsuz və Xəzəngül, Fəzli və Məhlibə. Bununla ədəbi bilsimizə böyük töhfələr vermişdir. Onun yaratıcılığında milli mənəvi dəyərlərimizə söykənən saz, söz sənəti, geniş, belə deyim, yer tutuş yaratıcılığında və həmin dastandan biri Dilsuz və Xəzəngül 1939-cu ildə Azərbaycan dastanları adı altında çıxan kitabda ilk dastan olaraq çap olunmuşdur. Mən bu məqamda ağrılı bir belə məqama toxunum ki, yağış düşmən yox yerlərimizi işğal eləməklə bərabər, malımızı, mülkümüzü talamakla bərabər, eləcə də mənəvi dünyamıza əl uzattı. Nəbi Dilsuzun yüzlərlə qoşması, cərayisi, bütövlükdə
əl yazması Kəlbəcərimizin işğalı zamanı orada qaldı, qal tərəfindən yandırıldı, məhv edildi. Amma şair könüllərdə, ürəklərdə yaşadı və bugünkü tədbirimiz də elə nəbi düşsün, ilsinə, ədəbəsinə bir baxışdır. Bizdən sonraki nəsillərin yaddaşına bunları ötürməkdir. Bugün tədbirimizdə çox dəyərli aydınlarımız, ziyalılarımız iştirak edir. İmkan daxilində onlara söz ötürəcək, söz verəcək. Mən girişdə dedim, bugünkü tədbirimizin təşkilatçısı Azərbaycan Aşıqlar Birliyidir. Təşəbbüs bizdən gəldi, amma sağ olsun Məhərrəm müəllim bizim təşəbbüsü dəstəklədi, təşkilatçılıq elədilər. Belə biləm, elə bu an, bu məqamda bir ziyalı xeyir duasına ehtiyac var. Mən sözü Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, dövlət mükafatı lauriyyatı Məhərrəm Qasımlıya verirəm. Buyurun Məhərrəm. Hamınız hoş geldiniz. Bugün anı gününe, tatile gününe yetiştiğimiz nerede için kitap var. Bir rahatsız olmuyor, bu yaşa geldi. 24 yaşına geldi, bizler de geldi mübarek. İkinci Murat Bayramı Kəlbəcərini kazandı. Onun mezarı olan torpaq hazır. Ruhu orada rahat yazılır. Bu mənada bu iki Murat Bayramı mən də çox ürəkdən dəstəkliyim. Nəfti Susuz adını işləsəmlər 70-ci illər geçdik. O zaman Azərbaycan Aslan Parkı'nın feşketliği rəsmi var idi. Orada sonuncu cildə rastlamaq var idi. Orada bir rastlamaq Yusuf Bəxərdən rastlamaq. Sonra öyrəndi ki, rastlamaq 30-cu illərdə Ümmət Əlizadanın vaxtından ərsəyə gəlib və onun rəxatələr oldu. Materiallar təqdim edib və bir neçə rastlamaq təqdim edib. Onlardan biri çatıyor. Sonra növbət işlərdə o bir əsərlərdə sıradan sənətkar deyil. Elə sənətkardır ki, o savadlı adam, sənəti, sözü, fəlsəfi dərinlikləri bilən bir əsasdır. İslam mədəniyyəti, İrfan mədəniyyətini dərindən bilən bir adamdır. Bu mənada onun adın qarşısındakı Molla Nəbi Ağ ifadəsi sıradan onun mənasında deyil. Molla Cuma kimdirsə, Molla Qasım kimdirsə, Molla Fərhaqları, Molla Məhriqları kimdirsə, bu Molla Nəbi hər adamlardır. Yəni, mükəmməl, dəyərli, dini, fəlsəfi bir sənətkar. Adası da böyük ustad olması və sənətkar və evi incəliyini bilmiş bir adam oldu. O, Kəlbəcər və Gülcə sirkəsində əlbəttə uzun bir zamandan bəri o Çarıya ocağı var idi, Sinab Tavırlığı var idi. Bu əllərinə köklü şəkildə gəlmişdir və bunu sənədi gəlib çıxartmışdır. Düşünürəm ki, Nəbi Yusuf'un mənimsədiyi ilk bir tərəfdən özünün yeni kökündən gəlir, Kəlbəcərin kökündən gəlir, o bir tərəfdən də Allah'ın verdiyi bir istedada öz təhsilindən gəlir incəliklər. Yəni, bir ayağı yazılı ədəbiyyatda, bir ayağı da oturur olmasıdır. Şehirlər də olmasıdır. Şehirlərə baxıb görürsən ki, buradakı şehrin müəllifi kifayət ədəbiyyatı bir ədəbiyyatı bilən, dərindən bilən, onun aşına ruhunda daşıyan bir adamdır. Və bir məsələdə deməliyəm ki, nə bir götürdüyü təfəllüslər çox maraqlıdır. Biz təfəllüsündən çox şairlər olmaq istəyir. Ürək yanar ürəyi demək. Bir ürək sus da yanar olmalıdır. Bu kişinin bütün yararsızlığı, bütün
gördük ki, sus aslan hayır aslan izleyicilerinin, aslanların yani susun çekirdeklerin hansı mekanlardan geçip ve hansı rengiyle hamısının bu adam aşılı olduğunu tasarlanır. Kifayet eder değerinin o mənada şübhəsiz ki, ümmətlərdə sadəcə və hətta daha sonrası, daha sərt və münasibətli olan, yəni müminçilik təhlmasızla bu işlər ortaya gətirir, sıradan bir məsələ deyil. Təhlmasızla hər dastanı qəbul edilməz və bəyənilməz. O mənada əgər bu təhlmasızın sınavından keçirsə, o bəyənilmədən keçirsə, bu əsərdə söz olun verilməz. Zaman içərisində xeyli şeylərə çatdı. Mən Novruz müəllimə xüsusi təşəkkür edirəm. Həqiqətən bir gördülər ki, o bütün ruhumla mən görürəm, gedib, gəlib, təvazökar da bir adamdır, çox gedib adamlara üstə vurmaq istəmir, amma bütün ruhumla babasına, anasına bağlıdır və o ənəlləri qoruyur. Onun yanında mənim yanıma gəldi. Həqiqətən gözəl qardaşımızla çox özünə məxsus istedadı olan Namık Təmrəli, şair, bunlar da, yəni bu məsələni niyə deyir? Bu kəndəcə bir sirli bir yer. Göyçədə bir sirli məsələ, çəkvəcədə bir sirli. Buradan necə o bulaqlar çıxır, içkisin bulaqları, digər minerallar da, o fantan bu adamların ruhunda da. Yəni, zaman zamanlarında aşıq şəmkeytməyin siması, onun qabatılmasını çıxır və s. Bugün də böyük istedadlar çıxır, o demək ki, Avrupalı bir enerjisi var. O enerji adamlarda, insanlarda onların fəaliyyətində göstərir. Mən çox danışmaq istəmirəm, düzdür, danışmağı kifayətlərə imkan verir, nəfsizlik yaratıcı. Amma düşünürəm ki, nəfsizlik daha dərinli öyrənir. İlk batan əsərlər varsa, ardınca onların tapılmasına imkan açmaq lazımdır və biz də hər gün köməkli göstərəcəyik. Onun yüzdə bu biz burada etkinlik və robot orada 150'inde şüphesiz ki, sağlamak olsaydı, 7 borda birlikte veriyor, ikisi onu da şanlılar, bütün varlığına göre yeni Azerbaycan'ın varlığına ruhuna senetleri var. Ben bize bu şeraitı yarattığıma göre İbrahim müəllimə sütü teşekkür ederim. Həqiqətən, mənim yanıma doğru gəlində dedim ki, hayır istəmirəm, yedim. İbrahim müəllimə deyil, biz belə bir şey istəyik. Deyirlər ki, necə qarşılayır? Necə qarşılayır? O sosial otlağının adamıdır. O insanlıq onun ürəklə qarşılayır və bu şəraiti yarattığına görə həqiqətən İbrahim müəllimə təşəkkür edirəm. İbrahim müəllimə bugün Azərbaycan sözünün, adının qeyrətli şovu var. Həqiqətən bu yaxınlarda belə bir kitabını vermişdik. Bir akşam mənzərli deyilər, o başdan ayak olmağa başladı. O bir gözlənilirsən ki, açılır onun bir açıq sənədir. Biraz onları alkışlamaq lazım. Bir daha deyirəm, təmizlik şad olsun, onun 150. günlüyünə hamısı hazır olmasın. Əgər sağlamaq olsun, bir kəlmətəli. Teşekkür ederim. Çok sağ olun. Mərdəm yazılmaq xüsusinizə görə Kəlbəcərdə rəsmi məqamların toxunduğumuz nəzərdə haqqında xoş sözlər dediniz. Buna görə də sizi təşəkkürümü edirəm sizə. Mərdəm müəllim burada qeyd elərdi. Deməli, 70-ci illərdə topluşunas alim Əhliman Axundov şairin bir çox əlyazmalarını başıya gətirib. Təsvirlər olsun ki, təbii ki, məqsəd hardasa onları çap elətdirməkdir, və almanıqlarda çap elətdirməkdir. Təsvirlər olsun ki, ömür vəfa eləməyib. Əhliman müəllim bu əlyazmaları kitab halında çap elətdirə bilməyib və ondan sonra həmin əlyazmalar demək olar ki, itib batmışdır. Və Novruz müəllim illərlə çalışdı. Həmin əlyazmalarının müəyyən bir
qismini əldə elədi, amma əldə olanlar da çox çətin oxunurdu. Yəni mən şəxsən bunun şahidiyəm. Amma bütün bunlara baxmayaraq inadından dönmədi və yazmaları, iki dastan və digər şeirləri, yaradıcılıq nümunələrini bir araya gətirdik, kitab halında çap elədik. Yaxşılıq bir güldür, solmaz dünyadan. Və bugün hiss olur ki, yaxşılıqlar gerçəkdən yaddaşlarda qalır, solmur və bugün də qədirləyən dostlarımız, oğuzlarımız gözəl salona toplaşırsa deməli, nə bilirsiniz, anılıq yaddaşlarda yaşayır. Bu kitabın əl yazmasını məsləhətlə bir gün dəyərli həmyerimiz, filologiyada fəlsəfə doktoru İlham Məmmədliyə təqdim elədik, məsləhətlər verdi, redaktələr elədi. Bu kitabı araya ərsiyə gətirdik. Bugün bu tədbir barədə söhbət düşəndə ilk xatırladığımız tədbirimizə dəvət edəcəyimiz adama bir İlham müəllim oldu. Və sonra təəssüfləndim, dedi, vaxtım yoxdur, bilmirəm, iştirak edəcəm, eləməyəcəm, amma düzür. Bugün iştirak elədi, çox məmnun oldu, sevindik və kitabın ön söz müəllifi, demək olar ki, kitabın araya ərsiyə gəlməsində bilavasitə rol olan İlham Məmmədli bizim dəyərli alimimiz bugün məclisimizə iştirak edir. Buyurun, sizin də şübhəsiz ki, şübhəsizlərini bağlayın. Önce Sumqayıt poeziyasına təşəkkür edirəm. Qeyd edeyim ki, Azərbaycan sözünün ən qaynar müəlliflərindən biri Sumqayıtda bugün formalaşır. Mən burada şair dostum Sabit Sarvanlarının hörmətinə yardım edirəm. Hamıdan kömək olsun. Mən çıxışımda qeyd edirəm ki, Kəlbəcər sizi səhəfiliyə edir. Yəni, həm coğrafi məkan baxımından, həm də söz mühiti baxımından. Bu məqamlarına toxunduğu ölkə aşıq bölgü ilə ölkə və təzim mühiti qarşılıqlı əlaqədə olub. Bir işlətdən mən əlavə edeyim ki, yaylarında bütün Azərbaycan Kəlbəcər dağlarına yaşadı. Yəni, Qarabağ bölgəsi əksərən uzun illərdə Kəlbəcər Cavanşir mahalı olaraq Qarabağ bölgünün tərkibinə daxil olub və Kəlbəcər yazarları ilə Qarabağ yazarlarının mümkün mühitinin geniş əlaqələr olub. Kəlbəcər ədəbi mühiti əsasən Bozorun aşıq qrupunda formalaşır. Bunun biz axtarış apararkən orada yaşanmış nümayəndəsi kimi biraz da sual doğru, Zar kəndində uzun müddət yaşayan qız olub bilir. Daha gəlin Antamalı qurban, ondan üzvləri saymakla tutarmaz. Hamının şair olması da yaxşı əlamət deyil. Ancaq biz bu məqamda ki, Kəlbəcərdə sözlə nəfəs alır, sözlə. Bir çətinlikdə orada o ki, Sovet hakimiyyəti illərində Sovet hakimiyyətinin apardığı siyasət yazılı irsimizin məhv olmasına gətirir. Şairli yoxsa da Nəbi-Suzluğu, Atamanlıqlarını. Məhəmməd Aslan deyir ki, rəhmətli Allah rəhmət eləsin, atam ərəb əlifbası ilə kitabları bir sandığa yerine aparıb basılmışdır, bir gördük ki, havada, kağıda uçur, ərəb əlifbası ilə yazdım. Yəni, Sovet hüküməti ona birinci doğrularına vurmuşdu, hamı okurdu ki, az qala şairləri, ateist şairləri, az qala Nəsimini, epizodini, ateist şairləri, Sabit Paşevi şairləri, bu da böyük bir təvasıydı. Bir doğumlu kilələri bilirsiniz, hələ Fars ədəbiyyatının bildiğinden, Fransız edebiyatı bildiğinden, onun yaratıcılığına iki kat özünü gösterir. Hem o klasik yazı ve divan edebiyatından bilenlerler, aynı zamanda Uzun Aşık grubunda yazılı şeyler. Yani onu yaratılan, yani elde olunan şeylerle tam
Beraber oldu ve gördüm ki ne kadar geniş ruhlar düşünceye, dünya görüşüne bağlı insandır. Eserlerinde kahramanların halkların gözü karşı vardı. Çok güzel terkiye sistemi var. Yani o nesil terkiyesi bir aparta birleştiği zamanlar çalanlar da var onun yaratıcılığında. Düşünürüm ki bizimle bir sözü etsin. Bundan sonra da tertip ve tertip etmeye borçluyum. Həmişə tədbirlərdə bir arzu etsin ki, Allah qismət eləsin, bu yönəyə Kəlbəcərdə keçirdə, Allah qismət eləsin, bu tədbir Kəlbəcərdə boş verildi, Kəlbəcər azası düzdür, həmə ona fikirləri qayıdış baş tutmuyor. Mən bir təşkil və bir arzunu bitirmək istəyirəm ki, o vaxtda rayon mərkəzində küçələrə, müəyyən idarələrə, Rusya başıyla hatta verildi. Arzu edilen bir gün orada olsun, bir Kəlbəcərdən bütün qapıya bir məktəb olsun, ya bir küçə olsun. Beləcə də ümumiyyət vasitələrdir. Hər birində təşəkkür edirəm, hörmətlə məclisinə qəssə minnətdarlıq edirəm ki, elə əvvəl sıra müzəkirlər. Görüşmüşsünüz, var olasınız. Mən təşəkkür ederim. Burada mən qeyd elədiyim bugünkü tədbirimizi Azərbaycan Aşıqlar Birliyi təşkil edir və Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsi var. Çox sağ olsun bölmənin sədri Şərkəz müəllim, Şərkəz Qurbanov və biz ona məqsədinizi bildirəndə, deyəndə çox məmnuniyyətlə qarşıladı və mən bilirəm ki, bugün onlar çox gözəl çıxışlar edəcək aşıqlarımız. Elə indi bu məqamda mən sözü bölmənin aşıqlar qrupuna verirəm. Həmin aşıqlar qrupu şairimizin sözlərini, şahsələrini aşı havası üstündə təqdim edəcəklər. Buyurun.
Çox sağ olun, var olun, hər birimizə vətənimiz, millətimiz var olsun. Əzizlərim, bu tədbirdə, məclisdə ən çətin iş, elə aparıcı işdir. Həm də kim danışacaq, kimə söz verəcək, baxımız axşırı eləmək çox çətindir. Amma elə yox, günah da olsa, inansan da, o səhər məclisdə nə qədər eləsən də, razı və narazı adamlar olur. Bu məqamda mən istəyirəm ki, sözü Nağbəli Zamanova verir. Nağbəli müəllim tibb elmləri üzrə fəlsəfə doktorudur. Mən bilirəm ki, nə bilirsin, yaradıcılığını, yaxından yaradıcılığıyla tanışdır. Buyurun, Nağbəli müəllim. Hoş gördük sizləri, hörmətli tədbir iştirakçıları. Təsdiqlənəndə, amma təbii ki, gözəl alimlərimiz, ədəbiyyatçılarımız bu işi qəbul elədilər və rəhmətlik Şirin müəllimin rəhbərliyi ilə də müdafiə işi başa çatdı. Bir daha sizlərə minnətdarlıq edirəm. Bugün Yaxşılıq bir güldür, Solmaz Dünyada kitabının təqdimatına yığılmışıq. Biz rəhmətli Nəbi Dilsuzlu Molla Nəbi kimi tanımışıq. Müəllim mollaları yaxşı qeydələr. Molla Cumadan, Molla Nəbi İdariyə qədər. Və biz Dilsuz sözü dilimizdə az yatırıq. Bu baxımdan Molla Nəbi ruhu şad olsun, bugün biz buna yığıla bilmişik. Bütün şairlər dünyadan yazır. Mən dünəndən bu kitabı varaqlayıram. Nəbi Dilsuzun da dünya ilə bağlı şeirləri var. O şeirlərində dünyanı qınağa çəkmir, ovqatdan çıxış eləmir. Çünki şairlər əksər vaxtları dünyanı ya qınağa çəkir, kefi olmayanda dünyanı yamanlayır, kefi yaxşı olanda dünyanı saya salmır. Amma Nəbi Dilsuz isə dünya ilə işi yoxdur. O yazır ki, yəqin ki bir kimsə qalmaz dünyada, o bu söz deyir. Yaxşılıq bir güldür, solmaz dünyada. Dərd bilməz, qaydına qalmaz dünyada. Yəni, dünyada olan reallıqları qeyd edilir. Nəbi Dilsuz eləcə də bəxtə taliyə bir bağlayan şairlərdəndir. Hatəm kimi geniş süfrə açanda, zəhmətin puç olar, bəxtim olmasa. Bəxtə taliyəyə inanan şair. Eləcə də dostluq, etik dəyərinə o yaxşı qiymət verir. Olmadı rədifli qoşmasında yazırdı ki, dostların etibarsızlığından yazır, sonunda isə Mənsim kişinin adını xüsusi çəkir. Dost yolunda deyim mərd-i mərdana, Mənsim kimi möhkəm duran olmadı. Bütün bunlardan yanaşı Molla Nəbinin ən böyük dostu onun xudasıdır. İmdad istər, kərəm kanı xudada, nicat versə, qurtararsan bəladan. Və bu yerdə Dədə Ələsgərin belə bir şeir var idi ki, zülmətə işin var, acıya şirin, zikr eylə dilində, mərdlərin biri, qorxma, dar günündə yar olacaqdır. Yəni, bu ənənə davam edir, Dədə Ələsgər ənənəsi, Ağdabanlı Qurban ənənəsi davam edir və gəlir yerimizə. Eləcə də igidləri tərif edir, gərək rədifli şeirində igidliyin nişanələrini verir, meyarlarını, ölçülərini təyin edir Nəbi Dilsuz. Dosta şirin ola, düşmənə acı, namərdlərin körpüsündən keçməyə, imanın şərbətini içməyə, gördüyü sirlərin birini açmaya, bu cür deyir və sonda isə igidliyin bir əlaməti kimi İmran dilli ola, göhər kəlməli. Yəni, igidli həm də natiqli ilə, nitqlə bağlıdır. Çünki bu şəxs atası, özü, bütün şəcərəsi və ümumiyyətlə Kəlbəcər adamı deyəndə və söz adamı kimi başa düşür. Ümumiyyətlə Azərbaycan adamı söz adamıdır. Və Kəlbəcərin payına biraz çox düşür. Xalqı birliyə çağıran şeirləri var. Şah olsa da bir kəs sayılar gəda, vətəni arxası eli olmasa. Burada mən bir şeyə də fikir verdim, sizlər üçün də maraqlı var. Pərvanə və Şam məsələləri, bütün klassiklər məsəlində var, bir müasir yazanlarımızda da var. Sufi şeirlərinə görə Pərvanə deyir, Şamın ətrafına fırlanır, əvvəlcə heç nə anlamır,
yanmır. İkinci dəfə isə təbii ki, yanır. Yanırsa cismi yoxa çıxır. Cisim yoxdursa biz ona ad qoya bilmərik. İsmi də yoxa çıxır və yoxluğa gedir. Övlad Cəlaləddin Rumi demiş, həqiqət isə yoxluqdadır. Və bu yerdə demək, Dədə Ləşkərin bir şey var ki, pərvanə qurban olulan şama çırağa yoxlan. Bu şama çırağa qurban olur ki, həqiqətə qurşarız. Və burada həmin paraleli biz Nəbi Dilşurda da görürük. Pərvanə aşiqdir oda yanmağa, inciməz, yansa da nara düşmür. Bütün bunlarla yanaşı, karşımızda bir mineral isti suyumuz var sürəmizdə. İsti suyla bağlı şairin maraqlı fikirləri var. Çox qəribədir, şairlər öncə görmələri ilə, proqnozları ilə, çünki haqq qaşıqları belə də olmalıdır. Hələ o vaxtda isti suya yol çəkəndə Nəbi Dilşur yazırdı ki, şosiye yol çəkilib, düşübdür işə, qatar işlər biraz zaman isti su. Biraz zamandan sonra yani buna qatar da gələr. Bugünkü müəllim 11 kilometrlik tuneldən sonra fikirləşirsən ki, qatarın gəlməyində qatar çox da böyük bir şey deyil. Yəni bu insanlar bu şosiye yolunu görəndən sonra İsus üçün bir dənə də yazdı. Zeynətli yazdı ki, sənə gələn xəstə tez gəlir cana, həm həkim, həm təbib, yorma İsus. İsusun qiymətini isə Dədə Şəmşir deyirdi ki, İstusu böyük pirdir. Yəni pirin üstünə gedir, ondan nəysə diləyirik. Təbii ki, 105 nəfərə qismət olacaq, övliyaların dəxil olunduğu pirdir. Amma İstusuda isə 95'i maruz var. Ona görə Şəmşir onu deyir, böyük pir deyildi. Mən deməli, vaxtınızı çox almayıb deyəsən burada qaldı. Və gələcəkdə bu kitabla biraz da dərindən tanış olmaq, incələmək və yeri gəldikcə elmi məqalələrin şəklində çıxış etmək niyyətindəyik. Çox sağ olun Namik müəllim, çox sağ olun İbrahim müəllim, Ayızeğini bugün bizlərin ixtiyarına vermişsiniz. Və Həbib və Novruzda bu sürü təşəkkür ki, ata yurdumuz qoymuşlar, necə ki, müəllimlərin qeyd edəli. Onlara mən öz təşəkkürümü bildirirəm. Bunun özü də bir ənənədir, bir tərbiyəli məsələdir. Əgər bu iki kişi, uşaqlamış kişilər, ataları üçün bu işləri görürsə, bu gənclərimiz üçün də böyük tərbiyəlidir. Çox sağ olun, var olun, Molla Nəbi Allah rəhmət eləsin. Sağ olun, çox sağ olun, çox sağ olun. Möhtərəm, hörmətli əziz qonaqlar, yaxşılıq bir gül solmaz dünyada. Həqiqət sarsılmaz möhkəm qaladır, ədalətli amma olmaz dünyada. Çoxları aldanıb çərxi gərdişə, arzusuna həsrət qalır həmişə. Heç kəs bu dövranla getməyir başa, yəqin bir gün kimsə qalmaz dünyada. Mərd adam namərdə möhtac olanda, düşkülü həll olmaz, düşər kəməndə. Möhkəm saxla, əldə qabıq dolanda məsəldir, tökülən dolmaz dünyada. Nə bil, daha sözün yetir tamama, namərd sayəsində yetməzsən kəma. Dərdin söylə bir dərd bilən adama, dərd bilməz qayğına, qalmaz dünyada. Nə yaxşı bugün sazımızın, sözümüzün qayğısına qalanlar var. Belə o qayğıya qalanlardan ikisi Aşıq Həqani Kəlbəcərli, Aşıq xanım Göyçəli, şairin Dilsiz və Qəzəngül dastanından bir parçanı bizə təqdim edəcəklər. Buyurun. Ey
Getmem inan, getmem inan, getmem inan. Kemer gelmez sana sorana, ay canım, ay gözüm amandır. Kemer gelmez sana sorana, Gönçe gül bu hanı, daha güzelim, daha güzelim, kadınlar yiyeceğine. Yiğitler karşısında mühtaçım. Yiğitler karşısında mühtaçım. Yiğitler sözüne ben olmam. Canımdan al, gitme varalım, geçeceğim. Anam senin halin olup kazen gül. Anam senin halin olup kazen gül. Eşin serkerdesi beni tutsan. Aleyh değil, olma gideyim, anamdan alın, geleceğim. Əzizlərim, belə bilirəm ki, məclisimiz yorucu deyil, gözəl, axarla davam edir. Elə bu məqamda digər bir tələbələrimizə, bizim dəyərli şairimiz, əziz dostumuz, Əjdər Əslisafa söz vermək istəyirəm. Bayaq İbrahim müəllim bu sirri açacağım. Mənə dedi ki, çıxış verəndə insanlara girişi çox verirsən, vaxt atarım. Ona görə giriş vermirəm, amma bir kəlmə deyəcəm. Kəlbəcər ədəbi mühiti bilirsiniz. Azərbaycanda sözlə məxsus yeri var Kəlbəcər ədəbi mühiti. Amma milli ədəbi mühitinin də bir ayrı yeri var. Əjdər Əslisaf millidəndir, buyursun. Salam aleyküm, hoş gördük əzizlərim. Mənim üçün bu gün doğumda özel bir gündür. Çünkü Dilsuz Molla Nəbi həm də mənim qulularımdır. Atamın darısı düşür ve onun irsinin büyünləri yad edilmesi, büyün onun hakkında danışılması mənim üçün iki qədərdir. Ona göre de Məhəmməd Həsəniyə, Namik Dərdavlıya ve bütün təşkilatçılara öz minnətlərimi bildirirəm. Allah sizi var eləsin. Yad eləyəsən ki, unuduğum zaman zaman tədbirlər keçirilməlidir. Şairlərimiz, klasiklərimiz yadda qalmaq üçün yada salınmalıdır və təqdim olunmalıdır. Nəbi Dilsuz haqqında mən ancaq bir insanlıq tərəfini danışmalıyım, deyim belə ki, çox mükəmməl bir insan olur. Farsı, ərəbi, klasik şeiriyyatı çox gözəldir, bunu qeyd elədi hər kəs. Nəbi Dilsuz həm də çox gözəl səsləndi olur. Ümumiyyətcə, o qardaşlar bir neçə qardaş olur. Hamısı çox gözəl əl-fəaliyyət olub. İnsana Allah Teala təlaqqı verir, o istidadı verəndə hər sənədə verir. Çox gözəl sazməli olur, sazları və gözəl də ifaçısı olur sazları. Yenə deyirəm, bugünkü gün minnətdarlığına bildirirəm qardaşlara, təşkilatçılara. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin ki, bunu təşkil edəmisiniz. Ondan əlavə Nəbi Dilsuz deyəndə
ne bir dilsiz geldi. Həmişə bu adla yanaşı mən öz doğma kəndimi, millimi xatırlayıram. Və mənə əzizdir milli kəndli. Şehirlərində də, Gökçen haqqında yazıram, təmsil edirəm. Əgər icazə versəydiniz, milliyə həsr elədiyim bir şeiri tapıb sizin üçün oxuyardım. Mən o düşmənlərimizin torpaqları işğal edəndən sonra nə vaxt ki, mən dərk elədim ki, milliyə gedə bilmirəm, ondan sonra şeir yazmağa başladım. Ölülər canlanır, dirilər gəlir, görürəm dağlara sürülər, gələn sürülərə qabaq gedirəm, hər gecə milliyə qonaq gedirəm. Yuxuda öpürəm ocaqdaşların, bir ana ağlayır, yolur saçların, hər yanda ot basıb, görürəm hər yanda ot basıb məzar daşları. Əlimdə kərənti, oraq gedirəm, hər gecə milliyə qonaq gedirəm. Köklər köçürürəm dağa, arana, düşürəm çoğuna, qara, morana, nə qədər olar, cıl olar, tanrın insana, gedirəm, nahaq gedirəm. Çatmıram, nahaq gedirəm, hər gecə milliyə qonaq gedirəm. Yuxular əlləri çəkir vətənə, yuxuda düşsəm də dumana, sənə, yuxular təsəlli verirlər mənə. Yuxular imtihan, sınaq gedirəm, hər gecə milliyə qonaq gedirəm. Bugünkü gün mən şəhidlərimizə rəhmət oxuyuram, qazilərimizə Allah can sağlığı versin ki, artıq yuxuda yox, biz milliyə, Kəlbəcərimizə canlı şəkildə gedə bilirik. Sağ olun, bir daha təşkilatçılara minnətdarlıq bildirirəm. Allah sizləri var olmasın. Sağ olun, sağ olun. Artıq siz vaxtını kimi qayıdacaqsınız milliyə, qonaq biz gələcəyik, var olun. İnşallah. Bu məqamda yenə söz sazımızındır. Şairimizin Görəydim gərayisini Qızlar Ansamblı ifa edəcək.
Şair Nebi derdin sayranıktasın. Şair Nebi derdin sayranıktasın. Nazlı yavrum keftaman göreydin 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 göreydin. Ev yerisi kimi burada iştirak edilir. Bakıdan gelen, digərlərdən gələnləri qonaq kimi qəbul edilir. Ona görə mənim elə burada, bax bu salonda Kəlbəcərlərdən çox ərkin Sumqayıtlılardır. Deyirəm sizdən sonra yəqin ki, ya zəng edəcəklər, ya qarşılaşanda məni qınayacaqlar ki, yerlərini gördüm, biz yaddan çıxdıq. Yox, sadəcə ev yerəsi olduğumuz üçün, mən dedim sizi sonraya saxlayar. Bugün Sumqayıt ədəbi mühitinin çox tanınmış simaları burada iştirak edir. İnşallah bir adlarını çəksəm, biləsi olar ki, yaddan çıxar. Ona görə ad çəkməyim. Elə deyil ki, bu söz çox işləyir son vaxtlar. Qaynaqları burada iştirak edir. Nə borcu alardım sana, öz adımdan əziz dostlarım, əziz həmkarlarım, sizə təşəkkür edirəm ki, bugün səsimizə səs vermişsiniz, məhz burada iştirak edirsiniz. Təşəkkür edirəm. Və bayaqdan Kəlbəcərlərimiz söz deyir, bu da məqsədli şəkildədir. Biz dedik ki, elə adamlara söz verir ki, Nəbi Dilsuzun yaradıcılığını bilsin, belə deyim də, bələd olsun. O yüzden bəzi çatışmayan nə varsa buna görə üzürlü hesab edərsiniz. Adil Həmid iştirak edir, bizim gözəl şairimiz Kəlbəcərdən. Vüqar Şirinoğlu şairimiz iştirak edir. Rövşən Hüseynli iştirak edir, değerli dostumuz, həmkarımız. Nigar xanım Bağırova jurnalistimiz iştirak edir. Mən yaradıcı adamların adını çəkdim, qohum evlada minnətdarlığını Əbül Mədin, Novruz Mədin, Özəliyər və Adil Mədin. Ürək sözünüz varsa qoyula bilərsiniz, deyə bilərsiniz, amma hər birinizdən mən təsisə şamil eləmirəm. Xahiş edirəm, qısa eləyək, vaxtımız gedir, dörtnalaq saxır zaman. Buyurun. Çox hörmətli qonaqlar, sözün, sazın keşiyində duran əzizlərim, hər birinizi xoş gördük. Qarqlarım, mən bu məclislə hazırlaşmamışdım. Ona görə bu böyük dahi haqqında söz demək mənə həm çətin var, həm də böyük insanların qarşısında mənə biraz çətin imtihana saldım. Mən fəxr edirəm ki, Kəlbəcərdənəm. Mənim əzizlərim, Kəlbəcərin o çətin günlərində, qayğılı günlərində, şırdaq günlərində Kəlbəcərin hər birinə, Azərbaycanın hər köşəsində böyük isti qucaq açdılar. Öz balaları, öz övladları kimi qarşıladılar. Azərbaycanın bütün köşəsi və o cümlədən Sumqayıt şəhərində bizim elilərimiz məskən saldı və qonaq kimi yox, öz evi kimi yaşadı. Ona görə hər kəsə minnətdarlığımı bildirəm. Amma Kəlbəcərin abi havası, Kəlbəcərin suyu, Kəlbəcərin təbiəti, sözü, sazı başqa aləmidir. O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri deyən şairlərimiz yanılmamışdır. Ona görə nə xoş halımızda ki, bugün Kəlbəcəri ah, lufla, kaş sözü ilə, kaş oraları bir də görəydik, kaş o yerlərə bir də olaydıq deyərək yox. Nə xoş halımızda ki, bugün Kəlbəcəri izləyib gələnlərimiz, Vüqar qardaşımız dünən Kəlbəcərdən gəldi, dedim, Kəlbəcərətini Vüqar qardaşım gəsəl öpün. Yəni, bugün biz Kəlbəcəri canlı görə biliriksə və onun şairlərini, söz adamlarını qeyd edə biliriksə, nə xoş bizim halımıza və bu gözəl məclisin təşkilində və yer verməsində, qonaq olmasında əzizimiz İbrahim müəllimə mənim səndən uzaqlarda yaman halım, necəsən? Özgəsinə qisməz olun, cahı cəlalım, necəsən? Nə xoş halımızda ki, özgəsinə qismət olmadı. Elə saz, söz həvəskarlı, Kəlbəcər abi havalı, Kəlbəcər duyğulu İbrahim müəllim qonaq oldu.
olduq. Hər birinizi xoş gördük əzizlər. Bağışlayın, mənim haqqında çox az məlumatım var və bildiklərim də yadımdan çıxıb əməliyyatdan sonra, amma çox böyük məmnuniyyətlə sizi dinlədim və yaddaşıma gözəl bir gün kimi xatirlərimi yazdım. Çox sağ olun. Çox sağ ol əzizim. Sən əlləşə bilərsin, narahat olma. Kəlbəcər deyincə, mən bilirsiniz, Kəlbəcər mənim sevər yerimdir. Mənim atamın, ailəmin sevər yeridir. Və xatırladım ki, Kəlbəcərə mən bizim çox Kəlbəcərlərdən əvvəl getmişim. Kəlbəcər işğaldan azad olunduğunda. Ona qədər Kəlbəcərdə olmamışdım, amma həmişə bizim Kəlbəcərli şair dostlarımızı hamısını deyirdim ki, siz bir yeriyən Kəlbəcərsiniz, sazınızla, sözünüzlə. Elə bir Kəlbəcərli şair, aşıq yoxdur ki, onlar məni tanımasın, mən də onları tanımayım. Onlarla dostluğum olmasın. Hamısı, ad-ad. Və günlərin bir günü nəysə yol aldıq, Kəlbəcər işğaldan azad olunandan sonra bir Tovuzlu dostumuz vardı, iş adamı. Gördü ki, mən yanıb yapılıram, çox can atıram. Nəsə bir yol tapdı, məni apardı ora. Bir əskər kazarmasında yerləşmişdi, əskərlərimizlə bir yerdə qalırdım. Səhərsi gün bizim Kəlbəcərli dostlar gəldilər, Qorxmaz Tofiqoğlu veriliş çəkməyə gəldi. Gələndə Elşən Azim, Aşıq Şöhrət, Qorxmaz Tofiqoğlu, Aşıq Elbruz, mən bunları qarşıladım Kəlbəcərdə. Dedilər, sən bizdən qabağa düşmüsən ki, sən bizdən qabaq Kəlbəcərə gəlib çıxsan, sən bizi qarşılayırsan Kəlbəcərdə. Kəlbəcərdə işğalda olan vaxtı Zar kəndinə bir şeir yazmışdım. Kəlbəcər işğaldan azad olunan gecə yazdığım şeir var. Onları deyib vaxtınızı almaq istəmirəm. Demək istəyirəm ki, Kəlbəcər sevdası və Kəlbəcər sevgisi hər zaman mənim ürəyimin başındadır, ürəyimin başında da olaraq qalacaq. Bu bir təsadüf deyil. Öpürəm hamınıza, əziz Kəlbəcərlər. Çok sağ olun, var olun. İbrahim Hanım. Teşekkür ederiz dostum. Meryem Hanım, deməli, Nəbi Dilsuzun yaradıcılığını Əmin Ocaqda davam etdirən övladları var, nəvələri var və burada xüsusilə qeyd edeyim ki, Nəbi Dilsuz həm də şəhid babasıdır. Onun nəvəsi Rüfət Kərimov, Azərbaycan bayrağı ordenli Rüfət Kərimov. Kəlbəcərimizin müdafiəsində canlı qurban verənlərdəndir. Ruhuna salam olsun, Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Əmin Ocaqdan Məhəmməd Əli, Dildar, Şamama, Nəbi qızı, Novruz Kərimov, Həbib, Nəboğlu, yəni bunlar davam elətdirib yaradıcılıqların dünyasını dəyişənlərə Allah rəhmət eləsin. O cümlədən nəvəsi Zöhrab Kərimov yaradıcılıqla məşğuldur. Bayaqdan yad oxuculara söz veririk, mən dırnaq arası yad deyirəm, hamımız doğmasız. Amma bir doğmaya bu məqamda söz vermək istəyirəm. Oğlu şair Həbib Nəboğlu'na. Buyur, Həbib bəy, sən dörək sözlərini deyil, həmişə təbirlərini deyil okurdu, yəni ağzını gəlmişsin. Gələnlərin hamısına öz təşəkkürümü bildirəm. Gələn ayaqları var olsun. Mənim burada otururlar, sayılan adamlardır, hamı şairlərdir, kəsəri şairlərdir. Sizi kimi ziyalı adam var, ziyalı adam var. Bir dəfə bir balıqca məclis var, orada oturmuşdum. Bir nəfər, 14-15 nəfər vardı. Bir nəfər özünün başına utanmaması işte.
başladı ağzına gelen danışmana, mən də oxumuşdum. Dedi ki, bu kimdir oxudur? Biri dedi, nə bütünsüzdür, onu oxudur. Oxumadı, nə bütünsüz kimdir? Biraz danıştı, sonra bana söz verdi. Dedi ki, ikisini de duracaq, görək, nə deyir? Dedim, sana deyim sözü, yoxsa bu cemaata dedi ki, nə bilirsən deyil. Dedim, Arif məclisində, Arif yanında, ağır ol, atman gəl, qiymətin olsun. Gedən söhbətdən çıxartmatıca, səhvinin, tərkinin, qıtım olsun. Harada olduğumu düşünürdüm. Qarşıda duranı çox tutma. Tələsib özümü ortaya atma. Sana söz verirsə söhbətim olsun. İndi o kök üstündə biter. Sözüm belədir. İndi biraz atamakta məlumat verin. Sonra adam dili təhsil almışdır. Ama dili təhsil almağına baxmayaraq 45 dildir. Mənim yadıma gəlir, o vaxt biz uşaqlar. Bizə Müslümin öyrədirdi. Müslümin 40 il dövlət qurulunda işləmişdi. 40 il. O vaxtın Sovyet hüküməti düzələndə İqəbədə yalanı, onlara da elə vermişmişlər ki, elə bir ki, adamın yerində dinləmişlər. Adam o İqəbədə müavini oldu. Sovyet Sərgiliyində, en akıncı işi kombinatın müdürü oldu. Molla Nəbi onun ləqəbi için tanıdı. Elə bir ki, adam önce alıb yaradırdı. Bu çok ermənilər, elə bir variant alırdı ki, heç pasportumuzu kandidatımızı götürebilirdi. Adamın bir sandı el yazması var. Hiç yaza da düşmedi. Sonradan ermənilərin bir verilişi var, orada Azərbaycanımızda veriliş verir. O verilişdə dediler ki, Nəbi külliyatın tapışı, bilmirəm, yanıttılar, millətlər, bilmək olur. Adam çok halkın arasında o vaxtı sahip seçilen bir insan olurdu. İnsan özünü tərifləməyin heç kimin yanmaz. Mən burada özümü tərifləyim ki, mən yaxşı adamım deyil, insana çox qiymət verir, el qiymət verir. Ve insan tərifləyir, özünü övməz. İnsana qiymət verir. El atama değeri kadar qiymət verilmişler. Atam o vaxtlar tayfa arasında bir danış olanda atama barışmışlar, onu barıştırmışlar. Elə sahip seçilen bir insan olur, öz devrinde adam oldu. İndi biraz yaşlanmışam deyin, biraz yaddaşı zayıflıyım deyin. Şimdi onu bir şehrin buradan okuyacağım. O arasında. Ay gününden, yani salma kadardan. Bu bühran derdini hala düşende. Tadılınsa, nəhlam ile əlinlə, eşqinə sinema yara düşende. Arif gələr, hər fərzəmi qanmağa, yaxşını, yamanı seçib salmağa, pərvanı aşıqdır, o da yanmağa, inciməz yansa da yara düşende. Ağlı olan baxmaz, hər yetən sözlər. Yaman söz hər zaman çəkilər üzər. Gözəl ləkələnsə, bəndər kağıda, hasilsən pozulmaz qara düşəndə. Dost gəl-gələk danışar yarın özündə, eşidə hər sözü görə gözündə. Vəfalı yar, müxəyyətin sözündə, ilqarından dövməz qara düşəndə.
kendi tasvirler dilinde sevdadır gün, tarih görmez gününde aşık olan meşhurunun yolunda senden geçen namuslara düşende. Şimdi Allah o ölenlerimize, o çekenlerimize rahmet eylesin. Atam öz devrini en yaxşı yazan atamın şiirlerinden başka adamın adına da çıkardım. Onu çıkardım. Kəlbəcərimizdən, vaxtımızdan iştirak edənlər var. Bunlara mən yeni öz minnətlərimi bildirəm. Arif Əmrov, kocaman pedagogumuz, turistimiz iştirak edir. Səhətində problem olduğuna görə deyəsən çıxış eləmək istəmir. O cümlədən dəyərli ziyalımız Akif Vəloğlu iştirak edir. Onlara da mən öz təşəkkürümü bildirirəm. Və bu yerdə yenə söz sazındır. Nəbi Dilsuzun Qəzir və Məhlukə dastanından bir parçanı Aşıq İbrahim Dədəbəyli və Aşıq Sayaq bu vaxtı bizə təqdim edəcək. Buyurun. Hasanımızın sürüyeli ki Ustad deyir, Məhlukə xanım gəlir. Təzir deyir, xanım getmədən kəlmə sözü deyim, ondan sonra gedər. Bəli, sazda köhləndi, sözlər yazıldı, çeşmə üstə duran gözəl. Eşq oduna yan gedirəm. Pürhan sirrim aça bilməm, mən dərdi pürhan gedirəm. Həyatları nədir tələfmələr diləm. Məğul məzun, gedər olma, könlümdə nə var gedirsən, sinəmə çəkdin ələmlərə, ehtinahınıza gedirsən, ay İbrahim, ehtinahınıza gedirsən. Aşiqəm bir yanağına, aşiqəm bir yanağına, salma məni soladına. Aşiqəm gül yanağına, salma məni soladına, dərdim alım,
Kurban olun buxarına, doyma uşaqlar, gedirəm. Evet. Ay deyirəm ki, sonuncu bəndin İspaniya gözələməsindən tərəfindən ərz eləyək, dinləyənlər təd olsun. Sandım ola, sen sanmadın, sandım ola. Ekranlar, gel baba, ekranlar, gel baba. Atamlar, gel baba. Atamlar, gel baba. Çok iyi. Çok sağ olun. Sonra da nerede tezgahlar beraber onun uşakları da Allah rahmet eylesin. İkrar, ondan sonra Şamama, Mail, Doğru Zaliyeler, Tebrik, ondan sonra Cöyler ve bu tamam edin. Elere keyfi, istersenlerde keyfi açık Nebi, şair Nebi, Nebi yaşadım, Ferhat Bölüm'den açık Kurban Şemçin bakımını tasarruf edermişler. Açık Şemçin'den çok büyük yakınlığı vardı. Onları bir şey okuyanlar, genel bize vaktiyle bunların değişikleri vardı. Onun bir de nazarında sözüm ki bu hakkında çoktan teşekkür ederim. Çok büyük adamdı, dostluğa da sadakat adamdı. Öyle bir günden interneti geldi. Bunları çok sözlesin. Ondan sonra görürler ki programda orada kendini çalışmalı, onun neslinin elbette hükümete devlete sadık adamlardı. İşte başka değil. Bunları incitmeye değerler. Ondan sonra şahin olan Nebi dinlemeye çeşitlenmişti. Orada çeşitlendiği müddette nazarında sattığım hakikaten bir ekonomi olmuştu. Yakın kentlerin birinde çok acından atıp hürmetli ve adamı yokluyormuşlar. Ekibetleri yokluyormuş. Nebi kitabında iştirak edilmiş. Nebi o derin yoldaşlara değil ki bir fazla imkan değil. Buradan içerideyim. Görüp vaziyetinde neyse içerideyim. Görüntü direkten tümek bir şatalamamak istedim. O öz pahasını çıkardığı o tümeyi üstüne atıp hanım adamı deften dağlardan tutarlar. Çok sağ olun ki siz hanım arasında köyden olan kendi tutar, anahtar olun aldığınız şeyler.
O ülfət yalanlamalı, ölüp bağlamanı saklayıp da satkanlar, parçalar, onu sattılar, onu akılda beylədirlər də Azərbaycan varlığı o dilinə tərsine buluşan geri qəhrəmanlığa namizat olan ülfət və həmin nəsillərin kökdən. Nəzir köy çox böyükdür, ədindən artıq böyükdür. Orada okuyanlar tərsi təkcə şöhrətlik yox, değerli adamlar var, yerine qurumlar, qas olan adamlar var, yazılan adamlar var. Yani şehir deyilirse anlatı program deyilirse möhtərəm hörmətli əziz qardaşlar, möhtərəm hörmətli əziz qardaşlar. Bak onu ki, deməli, o şehrin ki başlarıdır, yaxşılıq geçip vaxtı sormazsa, yaxşılıq bir sormazdır qədər. O şehrin hürmətleməklə, ben size can sağlığı arzulayacağım. Ondan sonra size həmişə bir tədbirlərin keçirilməsi, kəbətlər ədəbi dediğiniz, ondan sonra Sukari faiz ekibunda məliyyət tədbirlərin keçirilməsini çok vacib hesab edirlər. Söz verdiklərində çok sağ olasın, can sağlığı, yaratıcılık olanlar, yaratıcılık kavramıyla. Çok sağ olun. Çok sağ olun, Armadım. Çok sağ olun, genişlemesinin kısmında gör. Teşekkür ederim.
Var olun. Var olun. Geçməsi. Mən tədbir başlayanda dediyim bugünkü tədbirimizin təşkilatçısı Azərbaycan Aşıqlar Birliyidir. Mən başda bizim dəyərli professorumuz Məhərrəm Qasımlı olmaqla Aşıq Şəhriyara da təşəkkürümü bildirirəm. O cümlədən birliyin Sumqayıt bölməsinə Aşıq Çərkəz Qurbanova və burada çıxış edən bütün aşıqlarımıza şairin ocağı nümayəndələr adından belə deyim ki, öz təşəkkürümü bildirəm. O cümlədən bu gözəl məkanı bugün bizim ixtiyarımıza verən Abşeron Qızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimova, o cümlədən bax bu gözəl məclisi təşkil elədiyinə, ev sahibi elədiyinə görə bizim tanınmış şairimiz İbrahim Əyaslıya, bütün poeziyinin əməkdaşlarına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Nurul müəllim yəqin ki, yekun olaraq birazdan sonra çıxış edəcək və burada o daha yaxşı tanıyır, doğmalar, dostlar, iştirak edildiler ve öz minnətdarlığını bildirəcək. Yenə kürsü, yenə meydan, sazımdır. Deməli, könlüm şeirini oxuyacaq, əzaqlı duetisi havasıyla yenə Aşıq Çərkəz Qurbanov, Aşıq Xərba Nəsbi, Aygün Bayramımızı.
Burada tartışmayan tərəfləri oldu məclisimizə. Bu da başa düşəndir, anlamalıyım. Elə biləm ki, gözəl oldu. Bir daha Nəbi Dilsuzun ruhuna salam olsun. Dədələrimizin, babalarımızın oradakı məzarları uzun müddət gözü yolda qaldı. Mənim atam da Kəlbəcərdə dəfn olundu. Nə qədər ağırdır, nə qədər ağırlıdır, bir övlad olaraq mən onu çox gözəl edirəm. Və bugün burada adı keçən sənətkar barədə danışırıq. Və onun icaran ruhu Kəlbəcərdə amma çıxadan azad olunduğundan sonra yurdumuz yuvamız biraz bizim üçün təsəlli oldu. Bilirəm ki, Nəbi Dilsuzun da doğmaları onun məzarını ziyarət elədi. Və gün bugün olsun ki, doğma taxta, doğma yurtda əbədi nəsli-naşa bilək. Və bir də atamız ikən, düşmən sökən evlərimiz olmasın. Biz söz qalmadığımız ilə hər bir Azərbaycan vətəndaşı o cümlədən bala vətəni yağmalananlar. Biz hamımız o ağrının, o dərdin mərkəzində episentrində olduq. Amma ocağı, bala vətəni işğal olunanlar daha təkrarlıdırlar, daha tədbir göynədirlər. Biz Kəlbəcərimizin bundan sonra gözəlliyindən yazacağıq Kəlbəcərimizi gözəl dağlarından, bulaqlarından, səfal yerlərini yazacağıq. Bir daha hər birimizə mənim adına təşəkkür edirəm, səbirlə dinlədiniz, oturdunuz və əməyi keçən hər kəs sağ olsun, başda Məhərrəm müəllim olmaqla. Əziyyəti bir oğul kimi Oğuzlardan çoxdur və istəyirəm Oğuzların göz fikrini bilsin, öz məhtarını bilsin. Buyurun. Çox sağ olun. Önünüzə təşəkkür edirəm. Mənim çox sağ olun. Mənim bir böyük nəvəm var. Üzr istəyirəm, bu zarafat eləməsəm, fikrimi tamamlaya bilməyəcək. Aradasa 8-9-da oxuyurdu. Müəyyən qadağan prestijli yekər. Bəlkə sənin torunu görəm. Bəlkə dedim, ama şimdi də gec deyil. Deməli, söz deyə bilmədim. İndi mənim, o misal olmasın, and olsun Allah. O qədər narahatçılıq çəkirdim, o qədər belə istirahat keçirdirdim ki, Allah, imkan ver, heç olmasa atamın adına, atamın haqqında bir veriliş hazırladım. Ondan sonra bak elə bax bu saat buradan geçsem də heç bir gram arzulanmır. Allah sizi var etsin. Yəni bunu həyata gətirib çıxardan, ərsə getirən Allah İlham əlimizdə kömək olsun. Var Allah. Çevrəlmə. Sözü başa düşürük, üzümən bu kitab hələ mənəmlərin 3 il gördü, əl yazma kimi qaldı. Çünki o əl yazmanın əksəriyyəti oxunulmur, üzərdə eləmişdir, oxunulmur. Böyle arzusuydu bir evlat kimi. Yəni bu gün artıq kövrəlməyə dəyməz, mənə bilən bu həmdə bir sevinç göz yaşadır ki, belə gözəldir, tədbir keçirildi bizim aydınlarımız, dəyərli ziyalarımız iştirak elədi və arz edək ki, Nəbi Dilsuzun 150 yubileyini bax buradakı ziyalarımız, aydınlarımız
iştirakıyla sədəcərimizdə doğma yerdə, doğma yurtda keçir. Əgər lazım varsa, yoxsa sağ olun, çay stolumuz var, çay sütəmiz var, orada da iştirak edə bilərsiniz. Kim istəsə, yəni bax belə, əziz dostlar,